Salam, hər vaxtınız xeyir. Bu videoda Sizlə sahə mövzusundan son illərin qəbullarına düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Və birinci sualda kör bucağı 150 dərəcə, tərəfi 800 olan rombun sahəsini tapın. Kör bucağı 150-dirsə, iti bucaq 30 dərəcədir. Rombun sahə düsturu da S bərabərdir A kvadratı sinus alfa. Yəni 8-in kvadratı vur sinus 30. Bu da edir 64 vur 2-də 1, yəni 32. B variantı. Baxaq ikinci suala. Bizdən BAC 90 dərəcə, buranın 90 dərəcə olduğunu verib. AK BC-yə perpendikulyar, BK bərabərdir BY-yə, bunlar bərabərdir. AB 15 olarsa BSY-də düzbucağı, BSD-yə düzbucaqlısının sahəsini tapın. Tapaq. Deməli, düzbucaq təpəsindən nə çəkilib? Hündürlük. Bura H yazıram, bura M yazıram, bura N yazıram. BK bərabərdir BY olduğuna görə burada olacaq M. Deməli, burada S bərabərdir. Sahə düsturu nədir? Bizdən bunun sahəsini istəyir. M vurulsun. Digər tərəf nədir? M üstəgəl N. M plus N. Sahə tapmaq istəyirik də. Yazıram S bərabərdir. M-ə vursam M kvadratı üstəgəl MN. S bərabərdir. M kvadratı üstəgəl MN-in yerinə nə yaza bilərəm? M. Biz bilirik ki, düzbucaq təpəsindən çəkilmiş hündürlüyün H kvadratı MN kimi bir düsturu var. MN-in yerinə də H kvadratı yazsam və bir də buradan baxıram ki, bu düzbucaqlı üçbucaqda M kvadratı üstəlik H kvadratı bizə nə verəcək? Hipotenuzun, yəni 15-in kvadratını. Bu da eləyər 225. Bu qədər. Keçək. Cavab oldu 225. Keçək üçüncü suala. Daxilinə çevrə çəkilmiş ABCD düzbucaqlı trapesiyasında AB 10, kosinus ADC 12/13 olarsa trapesiyanın sahəsini tapın. AB buranı verib bütöv 10. Bizdən nə istəyir? Trapesiyanın sahəsi. Getdik. Sahə üçün nə lazımdır? Oturacaqların cəminin yarısı vur hündürlük. Hündürlüyü çəkirəm bir dənə də buradan. Burada neçə eləyər? 10. Hündürlük 10-dur. Kosinus ADC. Bu bucağın kosinusu 12/13-dür. Mən bura bir deməli x yazaram. Burada bir y yazaram. Kosinus ADC nədir? Kosinus ADC bərabərdir. Bura bir alfa deyək. Kosinus alfa bərabərdir x böl y. Bu da bərabərdir. Yəni 2 katet bölü hipotenuz. Bu da bərabərdir 12/13. Mən də x-ə 12k, y-ə də 13k deyərəm. X-ə 12k, y-ə dedim 13k. 10, 12, 13. Burada bizə hansı ədədlər yadımıza gəlir? Pifaqor ədədlərindən 5, 12, 13 gəlir ağlımıza. Burada deyərəm 5k. 5k bərabərdir 10, k da bərabərdir 2. Onda deməli bu 13k olan hissə bura neçədir? Deməli, bura 24-dür, bu hissə 24, bu hissə isə 26. Və burada bizə heç sahə üçün oturacaqları tapmağa ehtiyac yoxdur. Bura A-dır, aşağı oturacaq B-dir. Biz də bilirik ki, A üstəgəl B bərabərdir. Daxilində çevrə var deyə digər qarşı tərəflərin cəmi 10 üstəgəl 26. A üstəgəl B elədi 36. S bərabərdir A üstəgəl B böl 2 vur H. A üstəgəl B 36-dır. 36 böl 2 vur. Hündürlüyümüz də 10-dur. Bunlar da ixtisar gedər, qalır 18 vur 10, 180. 180 santimetrin kvadratı. C variantı. Baxaq dördüncü suala. Dördüncü sualda deyir, ABCD paraleloqramında Y-in və M-in parçaları K nöqtəsində kəsişir. BM-in, M-in, NC-yə nisbəti 2/8/5-dir. AY, YF, F-də bərabərdir. SKY, F-in sahəsi 75 olarsa, MN, K-nın sahəsini tapın. Yəni, bu hissənin sahəsini tapaq. Getdik. Bura deyərəm 2x, bura deyərəm 8x, bura deyərəm 5x. Toplayanda bütöv bura neçə eləyər? 15x. 15x, AY, YF, F-də bərabər deyə 15-i 3 bərabər hissəyə bölərəm. Burada 15 olar axı. 3 bərabər hissəyə bölsəm, bura 5x, bura 5x, burada 5x düşər. Burada bir qum saatı görürəm. Və qum saatına görə Z də var. Bunlara görə bu aşağıdakı üçbucaqla yuxarıdakı üçbucaq bərabərdir. KYF-in sahəsi 75-dir. MKN-in sahəsini istəyir. Gəlin biz birinci nə tapaq? K tapaq. Yəni bu üçbucaqlar oxşardır axı. K, yəni oxşarlıq əmsalı. Mən 5x böl 8x olacaq mənim K-m. Tərəfləri, alfaların qabaqları nisbəti mənim K-m oldu. Sahələrin nisbəti isə S, KYF bölünsün S, MNK.
MNK da bərabərdir K kvadratına. Sahə nisbəti nə idi? K-nın kvadratı. Onda SKY-in yerinə yazaram 75 bölünsün. SMNK onsuz məndən onu istəyir. Ona bir S deyərəm. K kvadratı. 8-də 5-in kvadratı. 8-də 5-in kvadratı elə birbaşa bura yazıram. 8-də 5-in kvadratı neçədir? 64-də 25. Onda buradan da çarpaz eləsək 25 vur S bərabərdir 64 vur 75. S də bərabərdir 64 vur 75 böl 25. 75 ilə 25 ixtisar edər, qalar 3. 64-ü də 3-ə vursaq eləyər 192. Cavab B variantı. Baxaq 5-ci suala. BM8, MN12 olarsa ABCD düzbucaqlığının sahəsini tapın. Getdik. Burada nə görürəm? Burada birinci bu düzbucaqlığa baxacam. Baxın bu fiqura. Bu nədir? Bir düzbucaqlı üçbucaqdır bu. Bu düzbucaqlı üçbucaqda mən düzbucaq təpəsindən çəkilmiş bir hündürlük görürəm. Yəni 8 verilmiş bu h. Bura bir m desəm, bura 12-dir, bura da m olar. Ya da elə x yazım. Bura x yazıram, bura 12-dir, bu tərəf də x oldu axı. Buradan da nə görəcəm? H kvadratı m-in üstürü. Amma m budur, n isə bütöv bu 12 plus x-dir. 12 plus x olacaq. Yazıram ki, h kvadratı m-in, yəni x vur 12 plus x bərabərdir h-ın kvadratına. Ya vurub açanda 12x üstəgəl x kvadratı bərabər 64 sərgiyə salaq. X kvadratı çıx 64. X kvadratı üstəgəl 12x çıx 64 bərabər 0. Köklərin birbaşa yazıram. Müsbət 4 ilə mənfi 16. Tərəf mənfi 16 ola bilməz deyə mənfi 16-nı götürmürəm. AM-ə yazıram 4. Buraya yazıram 4. Artıq bu x də 4-dür axı. Burada yazdım 4. Deməli, AC bütöv neçədir? Bir dənə bura baxaq. AC-nin bütöv uzunluğu 4, 12, 4. Elədir. 4, 12, bu da 4, 20. Və mən katetləri tapmayacağam. Katetlərini tapmaq əvəzinə, baxın, bu qırmızı ilə işarə elədiyim bu üçbucağın sahəsini taparam. S bərabərdir 2-də 1, A vur HA. Tərəf 20-dir. 2-də 1, 20 vurulsun 20-yə çəkilmiş hündürlüyü də 8-dir. Bundan bu ixtisar gedər 10 qalar. Onu 8-ə vursam 80 eləyər. Bu bir üçbucağın sahəsidir. O biri üçbucağın da sahəsini tapmaq üçün elə daha doğrusu bütün fiqurun sahəsini tapmaq üçün elə neyniyərəm? Bu 80-i vuraram 2-yə. Çünki o birisi fiqurun sahəsi də 80 olacaq. 160. Cavab B variantı. Baxaq 6-cı suala. ABCD kvadratının daxilində EK nöqtəsi götürülmüşdür ki, MKK AKD bərabər 15 və BM MC olarsa kvadratın sahəsini tapın. Getdik. BM bərabərdir MC-yə. Bunlar bir-birinə bərabərdir. Neyniyərəm? Bura x yazıram, bura x yazıram. Avtomatik bu tərəf olar 2x. Bu tərəf 2x-dirsə, bütün tərəflər 2x-dir. Bu tərəf də 2x-dir. AD tərəfi də 2x-dir. Kvadratdır deyə. Bura 15, MK 15, bura 15, burada 15 olacaq və mən neyniyərəm? Baxıram ki, buradan bir hündürlük çəksəm cavabım çıxar. Hündürlük 2x-i necə bölər? X olan 2 parçaya. Bu tərəflər bərabərdir axı. Bərabər yəni üçbucaqda median təmirinin hündürlüyü üst-üstə düşür. Bura yazdım x, bura yazdım x. Məndə indi nə qalıb tapmaq? K-dan bu aşağıya, qırmızı çəkdiyim xəttdən edeyim. Bura bütöv nədir? S-dir, 2x. Onda baxın, bura da 2x olar. Bura da 2x olar. Avtomatik bu K-dan aşağıya da qalar 2x çıx 15. İndi Pifaqor tətbiq edib cavabımı çıxartıram. Əslində Pifaqorsuz da, yəni bu tənliksiz də birbaşa 9, 12, 15-i görmək olardı. 12, 9, 15 olardı. Amma bunu həll edib sonra cavab çıxaracağam. Deməli, x-in kvadratı şəkildən görürəm ki, x-in kvadratı üstəgəl 2x çıx 15-in daha doğrusu bağışlayın 2x çıx 15 nədir? Hə, yox, düzdür, 2x çıx 15. Üstəgəl 2x çıx 15-in kvadratı bərabərdir 15-in kvadratına. Getdik, x kvadratı üstəgəl 2x-in kvadratı 4x kvadratı hasillərinin 2 misli çıx 60x üstəgəl 15-in kvadratı bərabərdir 15-in kvadratı. 15-in kvadratlar getdi. 5x-in kvadratı çıx 60x bərabərdir 0. X-i ortaq çıxaranda, hətta 5x-i ortaq çıxaranda qalır x çıx 12 bərabərdir 0. Ayrı-ayrı sıfıra bərabər eləsək, x bərabər 0, tərəf 0 olmaz. X çıx 12 bərabər 0, x bərabər 12. X-i tapdım 12.
X 12-dirsə, onda 2x nə olar? 2 vur 12 24. Deməli kvadratın tərəfi 24-dür. Tərəf 24-dürsə sahə də 24-ün kvadratı 576 olar. Maraqlı sual idi. Baxaq 7-ci suala. 7-ci sual bayaqkı sualın təkrarına oxşayır. 5-in təkrarına oxşayır. Bizə BY AC-yə perpendikulyar, DF AC-yə perpendikulyar, YD köşdü 117 verib, YF-i 9 verib, bizdən düzbucaqlının sahəsini tapın deyir. Getdik. Bayaqkından fərqi nədir bunun? Buranı biraz qələmi nazikləşdirim, rahat yazmaq olsun. Buranı verib 117. Və buranı da verib 9. YF olan hissə. Bu hissə 9-dur. Mən birinci, baxın, bunu taparam. Bu nədir? Hündürlük h. Elə burdan da eyni fiqurda axı, burdan da eyni h-dır. H-ı taparam. H-ın kvadratı bərabərdir. Düzbucaqlı üçbucaqda 100 köşdə 117 hipotenuz, 9 isə katet. H-ın kvadratı bərabərdir. Hipotenuzun kvadratı çıx, o birisi katetin kvadratı. H-ın kvadratı bərabər 117 çıx 81. H-ın kvadratı bərabər 36. H da bərabərdir 6. Hündürlüyü tapdıq 6. Gətirdik yerinə 6-nı yazdıq. Eyni qayda ilə AY-yə bir x deyərəm, FC-yə də bir x deyərəm və h kvadratı m düsturu ilə gedərəm. Baxın, mənim m-im budur. X-Y m-dir. Bu hissə isə 9 üstəgəl x isə nədir? N. Hündürlüyün o birisi tərəfi. Buradan baxıram, hündürlüyü niyə? Hipotenuzdan ayırdıq o birisi parça. Buradan da nə olacaq? X üstəgəl 9 vur x, h kvadratı bərabər m düsturundan. 6-ın kvadratına bərabərdir. Buradan da x-i tapaq. X kvadratı üstəgəl 9x, sıx 36 bərabərdir 0. X1 bərabər, X2 bərabər. Toplayanda -9, vuranda -36 eləyən ədədlər. -12 ilə -3. -12-ni götürməyəcəm. Tərəf mənfi olmaz. Ona görə -3-ü götürürəm. Gətirib bura 3 yazdım. Burada 9 üstəgəl 3, 12 elədi. İndi mənə sahə lazımdır. S bərabər, yenə 2də 1 AH-la, baxın, bu bir üçbucağın sahəsini taparam. Hündürlük 6-dır, tərəf AC isə 15-dir. 2də 1 tərəf 15 vur hündürlük bərabərdir. 2 ilə bu getdi 3, 15 3-ə 45. 45 bir dənə üçbucağın sahəsidir. Bütöv düzbucaqlının sahəsini tapmaq üçün də 2-ni də 45-ə vuraram, eləyər 90. Elə deyərdiniz ki, mən buradan 2 yazıb 2-ləri aparıb cavabı çıxarardın. Elə də yazmaq olardı. Cavab B variantı. Baxaq 8-ci suala. Bir ABCD paraleloqramının bir tərəfinə bitişik bucaqların tənbölənləri qarşı tərəf üzərində kəsişir. Paraleloqramın perimetri 48, iti bucağı 30 dərəcə olarsa, onun sahəsini tapın. Getdik, birinci şəklimizi çəkək. Buradan bir dənə uzun paraleloqram çəkim, çünki tənbölənlər qarşı tərəf üzərində kəsişib deyir. Vərəq açılsın. Aha. Demək, bir dənə uzun paraleloqramımızı çəkək özümüz üçün. Paraleloqramım. Deyər ki, paraleloqramın bir tərəfinə bitişik bucaqların tənbölənləri. Bu tərəfi götürürəm. Bu tərəfə bitişik bucaqlar bura və bura. Bu bucaqların tənbölənləri qarşı tərəf üzərində kəsişir. Bu bir tənbölənim. Bu da o birisi tənbölənim. Qarşı tərəf üzərində kəsişiblər. Neynirəm? Alfa, alfa, z-ə görə burada alfa, onda bu buna bərabərdir 3 bucaqda. Getdik, bura beta, z-ə görə burdan belə bir z-imiz var, burada olacaq beta. Bunlar da olacaq bir-birinə bərabər. X, 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 x. Onda bura bütöv nə oldu? 2x. Burada nə olacaq? 2x. Perimetr bərabərdir. X-ləri toplasaq, x, 2x, x, 2x, 6x bərabərdir 48, x bərabərdir 8. Onda demək, bu tərəf eləyər 8, bu tərəf isə eləyər 2x. 2 vur 8, 16. Sahə istəyir, S bərabərdir. AB sinus alfa düsturu ilə taparam. Çünki məndə iti buzağın özü verib. Tərəflər S bərabərdir 8 vur 16 vur sinus 30. Sinus 30-dan nə alır? 2də 1. Onu da yerinə yazıb cavabımızı çıxardaq. 2də 1. 2 ilə bu getdi 8. 8-i 8-ə cavab 64 santimetrin kvadratı. B variantı. Baxaq 9-cu suala. Çevrə xaricinə çəkilmiş bərabər yanlı trapesiyanın oturacaqları 8 18 olarsa, onun sahəsini tapın. Getdik.
Baxın, burada çevrəni seçmək məcburiyyətində deyilik. Çevrə bizim nə işimizə yarayır? Əgər çevrə xaricinə seçilmiş trapesiyadısa, qarşı tərəflərin cəmi bərabərdir. Bura 8-dir, bura 18-dir, bərabər yanlıdır. Bura x-dir, burada x-dir. Yazaram x üstəgəl x bərabərdir 8 üstəgəl 18. 2x bərabərdir 26, x bərabərdir 13. X-i tapdım 13. Burada oldu 13 və mən burada neyniyərəm? Hündürlük çəkərəm. Sahə üçün hündürlük lazımdır. Amma 1 yox, 2 hündürlük çəkərəm. 2 dənə hündürlüyümü çəkdim. 8, 18-dən 8 çıxanda bura 8. Qıraqlara, baxın 18-dən bu 8-i çıxardım. 10 qalır. Qıraqlara 5, 5 düşür. 5, 13 Pifaqora ədədlərinə görə h-ım da olacaq 12. Teoremi də yaza bilərdik. 5-in kvadratı üstəgəl h-ın kvadratı bərabərdir 13-ün kvadratı kimi. S bərabərdir oturacaqların cəminin yarısı vurulsun hündürlük. 8 üstəgəl 18 26 bölü 2 13 vur 12 də eləyər 156. Cavab D variantı. Baxaq 10-cu suala. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş median 7 sm-ə bərabərdir. Bu üçbucağın xaricinə çəkilmiş dairənin sahəsini tapın. Çox bəsit sualdır. Niyə? Median nəyə bərabərdir? Hipotenuzun yarısına. 7-yə. Deməli, hipotenuz neçəymiş? 14-ə. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş dairənin radiusu nəyə bərabərdir? C bölü 2-yə. Yəni 14 bölü 2 7-yə. Elə radius 7 oldu. Radius 7 də oldusa, S də bərabər pi r kvadratı, pi vurulsun 7-nin kvadratı 49 pi. Cavab B variantı. Baxaq 11-ci suala. Bizə verib perimetr ABCD, yəni düzbucağının perimetri 40-dır. KSD bərabər KBS-yə. KSD. Bura alfa. KBS. Burada alfa yazıram. BK 9-dur. BK 9-dur. KS 12-dir. KS 12-dir. Daha sonra nəyimiz var? ABCD düzbucaqlısının sahəsini tapın. ABCD-nin bizdən perimetrini də verib 40. Getdik. Baxın, burada neyniyərəm? Bura alfadır. Burada betadır. Yəni, burada kiçik bir iş var. C bucağı neçə dərəcədir? 90. Alfa üstəgəl beta neçə dərəcədir? 90. Alfa üstəgəl beta 90-dırsa, demək, bununla bunun cəmi 90-dır. Avtomatik burada 90-dır. 9, 12, 15. Bura 15-dirsə, burada 15-dir. Perimetr 40-dır axı. P bərabərdir. Bura x yazıram, burada x yazıram. Heç buna ehtiyac yoxdur. 15, 15. 30, 40-dan bu 30-u çıxaram, eləyər 10. Onu da bölərəm 2-yə, bərabərdir 5. Burada 5 düşər, burada 5 düşər. S də bərabərdir ABCD-nin sahəsi A vur B düsturu 5 vur 15, yəni 75. Bu qədər. Baxaq 12-ci suala, maraqlı sualdır bu da. ABC üçbucağının AB tərəfi üzərində Y nöqtəsi elə götürülüb ki, AY bərabər 3BY-yə. Yəni, BY-yə x desəm, AY 3x-dir, BYS 12-dir. A təpəsindən BS-yə çəkilmiş hündürlük 8 olarsa, A təpəsindən BS-yə çəkilmiş hündürlük 8 olarsa, BS tərəfini tapın. Getdik, burada bir tərəfi bilmirəm deyə Y yazıram. Məndən həmin tərəfi istəyir. Həmin tərəfə çəkilmiş hündürlük də var. Y deyim buna. Y-ə çəkilmiş hündürlükdür deyə. Buradan birinci ümumi sahəni taparam. Burada bəsit bir qaydamız var. Demişdik ki, üçbucağın bir təpəsindən tərəfə çəkilmiş düz xətt tərəfi hansı nisbətdə bölürsə, sahəni də həmin nisbətdə bölür. Bunun səbəbi nə idi? Çünki bunların bu təpədən bu üçbucağa da, bu üçbucağa da çəkilmiş hündürlüklər nə olur? Ortaq. Ortaq hündürlük olur deyə elə sahə olur tərəf nisbəti. Ona görə bura 12-dir. X-dirsə bura S 12, bura isə 3S deyərəm. Onlar nə? 3 vur 12, yəni 36. Onda ABC-nin SABS bərabərdir 12, 36, 48. Bu da bərabərdir 2-də 1. Tərəf Y vurulsun, Y-ə çəkilmiş hündürlük. Buradan da yazıram. 2-də 1 vur, Y vur, Y-ə çəkilmiş hündürlük 8 bərabərdir 48-ə. 2-də 1 ilə 8 gedər, 4 qalar. 4Y 48-dirsə, Y də bərabər 12 olar. Bu qədər.
12-dən sonra 13-cü suala tərəfi 26, hündürlüyü 10 sm olan rombi ilə eyni böyüklükdə olan kvadratın tərəfini tapın. Eyni böyüklükdə nə deməkdir? Deməli, sahələri bərabərdir. Tərəf 26-dır, S bərabərdir. Tərəf 26, A 26, H isə 13. S bərabərdir A vur H bərabərdir 26 vur 13-ə. Olan rombi ilə eyni böyüklükdə olan kvadrat. S bərabərdir. A yazmışam da kvadrata A kvadrat yox, B kvadratı deyirəm. Bərabərdir nəyə? 26 vur 13-ə. 26 vur 13-ü də bunu 26-nı 13-ə vurub 169, onu 2-yə vuranda eləyir 169, 300, səhv eləmirəmsə 338 eləməlidir. Amma elə yazmayacağam. 26-nı yazaram. Bunu yazım sonra. Yazıram bu formada B kvadratı bərabərdir. 2 vur 13 vur 13. 13-dən 2 dənə 13-dən 1 dənə 13 qalar. B kvadratı budursa B də olar 13 kökdə 2. Buradan kök 2 qalar. 2 dənə 13-dən də 1 dənə 13 qalar. Cavab 13 kök 2 A variantı. 14. Diaqonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın hündürlüyü 7 olarsa, onun sahəsini tapın. Bunun da düsturu var idi. Əgər diaqonallar perpendikulyardırsa, bərabəryanlı trapesiyada S bərabərdir H kvadratı olurdu. Amma bunu isbatla, yəni necə gəldiyini yazacağam. Diaqonallar perpendikulyar bərabəryanlı bir trapesiyamızı çəkək. Bu olsun bizim trapesiyamız. Diaqonallar da nədir? Perpendikulyar. Şəkili biraz sağa sürüşdürüm. Çünki bizə bir balaca lazım olacaq qırağından xətt çəkmək. Bu mənim trapesiyam. Dedik ki, diaqonallar nədir? Perpendikulyar. Bu olsun bir diaqonalım. Çəkdim bura. Bu da olsun digər bir diaqonalım. Çəkdim bura. Bunlar nədir? Perpendikulyar. Trapesiyanın hündürlüyü də 7-dir. H bərabərdir 7. Bura bir A desəm, bura bir B desəm, bunu iki cür yaza bilərəm. Necə? Bura A dedim, bura B dedim. Məndə S nəyə bərabərdir? S bərabərdir A üstəgəl B böl 2 vur H. A üstəgəl B böl 2 vur H düsturu ilə S tapacam. Burada iki fərqli üsulun ikisini də öyrədirəm. Deməli, buradan hündürlüyü ortadan çəkirəm. Ortadan və diaqonallar nə olurdu? Diaqonallar bərabəryanlı trapesiyada bərabər. Bunu da bütöv A götürürəm. Ona görə bu 2 dənə üçbucağım var. Bu 2 dənə üçbucağımda yuxarıdakı və aşağıdakı üçbucaqdır. Məsələn, burada oturacaq B-dirsə, bu hissə həm olacaq median, həm olacaq hündürlüyü həmtəyin bölən, düz bucaq təpəsindən çəkilmiş median da olurdu hipotenuzun yarısı. 90-ın qabağı B-dirsə, bura elədi B böl 2. Burada elədi nə? A böl 2. Onda S bərabərdir A üstəgəl B böl 2 vur H-da nə edəcəm? Bütöv bu H-ım. H nəyə bərabərdir? A böl 2 üstəgəl B böl 2. Yəni A üstəgəl B böl 2. H A üstəgəl B böl 2-də, onda A üstəgəl B böl 2-nin yerinə H yazaram. Onlar H-ın kvadratı. S bərabər H kvadratı, yəni 7-nin kvadratı 49. Bunun bir isbatı belədir. Bir də ya da bu formada yazaram. Mən bunu bu formada yox, qırağa xətt çəkməklə isbat eləmək daha çox xoşuma gəlir. Onu da yazım buradan. Deməli, bunları silim, bunu da silim. Deyir, diaqonallar perpendikulyardır, A ilə B kəşkallardır. Buraya yazaq A, burada yazaq B. Burada bizim B. Diaqonallar da perpendikulyardır. Mən diaqonallar perpendikulyar gördüyüm istənilən sualda, istisnasız istənilən sualda nə edirəm? Baxın, bu qırmızını görürsünüzmü? Bunu götürürəm, kopyalayıram. Yəni, onu paralel şəkildə köçürdürəm bura. Paralel köçürülmə qaydası ilə gedirəm. Bir dəqiqə bunu paralel köçürə bilmədik. Bunu paralel şəkildə bunu seçim. Bunu gətirib köçürdüm bura. Əgər paralel köçürmüşəmsə, bura 90 dərəcə idisə, onda bura neçə dərəcə eləyər? Bu da eləyər 90 dərəcə. Buradan bir dənə də bu xətti tamamlayıram, əmələ gəlir paraleloqram. Bura B-dirsə, bura da B-dir və bunu buradan silirəm. Artıq bizi çaşdırmasın. Bura oldu nə? B. İndi yenə nəyi sübut eləyəcəm? Düz bucaq təpəsindən çəkilmiş hündürlüyün oturacaqların cəminin yarısı olduğu. Buradan bir hündürlük çəksəm, biz bilirik ki, diaqonallar nədir? Bərabəryanlı da bərabər. Onda bərabəryanlı üçbucaqdır. Düz bucaq tepəsindən hündürlük çəkmişəm. Hündürlük mediana bərabərdir. Median da 90-ın qabağı olan, yəni hipotenuzun yarısı olur. H bərabər A üstəgəl B böl 2.
Bu formada da isbat eləmək olardı. A üstəgəl B bölü 2-nin qalan hissəsi eynidir. S bərabər gəlib h kvadratına çıxırıq. O da eləyir 49. Baxaq 14-dən sonra 15-ci suala. Bu da rahat sualdır. ABCD'nin sayısı 169. FYD-nin sayısı 156 olarsa, 156 olan rounddur, ştrixlənmiş hissənin sayısını tapın. Burada əgər kvadratın sayısı 169-dursa, kvadratın sahəsi 169-dursa yazıram S bərabərdir A kvadratı bərabər 169, A bərabər 13. Deməli, kvadratın tərəfi 13-dür. Onda deməli, baxın bura, rombun tərəfi də 13-dür. Rombun tərəfi 13-dür, rombun sahəsi isə 156-dır. Mən də nə edirəm? Rombun hündürlüyünü çəkirəm, sahə düsturu nə idi? A vur H-a. İndi burada A istifadə eləmişəm. İndi S nəyə bərabərdir rombda? Düzdür, onsuz A-lar ortaqdır. A vur H-a bərabərdir 156. Buradan da tərəf, buna H deyirəm. 13H A-ya ehtiyac yoxdur, rombun hündürlükləri bərabər idi. 13H bərabər 156, H da bərabər 12. Rombun hündürlüyün burasını tapdım. Onda bura 12-dirsə, H 12-dirsə, onda bu hissəyə baxın. Bu da 12-dir. Bizdən ştrixlənmiş bu hissənin sahəsini istəyir. Mən buranı tapmaq üçün nə edərəm? Baxın, bu fiquru görürsünüzmü? Bu fiquru, yəni trapesiyanı kvadratdan çıxarım. Bura 12-dir. Bunun tərəfi də 13-dür. Bu tərəf də 13-dür. Burada 12, 13. Bura 90 dərəcədir axı. 12, 13. Pifaqor teoreminə görə bura x yazsam, Pifaqor teoremi ilə x-i taparam 5. 5, 12, 13 Pifaqor ədədləri. 13-dən də 5-i çıxsam bizə nə verər? Burada 8. Və baxın, bu trapesiyanın, qoy işarə eləyim. Bu trapesiyanın mən indi sahəsini tapıb kvadratdan, yəni 169-dan çıxarım. S bərabərdir. A üstəgəl B bölü 2 vur H. A 8, B 13 bölü 2 vur hündürlük. 12 ilə 2 getdi, qaldı 6. 8 üstəgəl 13 elədi 21 vur 6 eləyər 126. Kvadratın sahəsi nə qədər idi? 169-dan da 126-nı çıxsaq eləyər 43. Cavab D variantı. Baxaq 16-cı suala. Bərabəryanlı trapesiyanın sahəsi 12 köşdür. Böyük oturacaq 13. Yan tərəfin kiçik oturacaqla əmələ gətirdiyi bucaq 130 dərəcəlidir. Kiçik oturacağı tapın. Getdik, tapaq. Deməli, bərabəryanlı trapesiyanı çəkməklə başlayaq. Bir dənə bərabəryanlı trapesiyamız olsun. Çox pis oldu bu. Bərabəryanlı trapesiyanın sahəsi var. S bərabərdir 12 köşdə 3. Böyük oturacağı 13-dür. Bura bütöv yazıram 13. Hə, deyir ki, kiçik oturacaq, yan tərəf kiçik oturacağından 150 dərəcə əmələ gətirir. Deməli, iti bucaq da 30 dərəcədir. Mən bu 150-ni silirəm, çaşmayım deyə. Burada mütləq nə çəkməliyəm? Burada kiçik oturacağı tapın. Kiçik oturacağı tapmaq üçün bir neçə yol gedə bilərik. Amma mənə nə rahat gəlir? Baxın, bu 13 var, düzdürmü? 13-ə 2 dənə hündürlüyümü çəkərəm. Bu bir hündürlüyüm. Bərabər yanlıdır. Hündürlüyümü çəkdim. 30-un qabağına h desəm, 90-ın qabağına olur 2h. Sonra gəlirəm bu tərəfə. Eyni qayda bərabər yanlı da axı burada 30-dur. Onda 30-un qabağına h deyirəm, 90-ın qabağına olur 2h. Burada bir dənə bizdə nə istəyir? Kiçik oturacaq tapın. Kiçik oturacaq da bu hissədir. Bu hissəmiz də oldu bizim x. Burada kiçik bir problemimiz var. Nədir bu problem? H yazanda ədədlər çox qəribə və iyrənc çıxır. Yəni cavab tapmaq çətin olur. Niyə? 30-un qabağı h-dır. Bura avtomatik nə oldu? 60 dərəcə. 60-ın qabağı nə olur? H kök 100. Və rahat yazma formasında deyəcəm. 30-un qabağı h-dır. 60-ın qabağı da olur h kök 100. Bura x yazmıram. Nə yazıram? 13 çıxılsın 2 dənə h kök 3. Bura 13 çıx 2 dənə h kök 3-dürsə, avtomatik burada olacaq 13 çıx 2 dənə h kök 3. Bizdən nə istəyir? Bizdən deyir sahəsini verib. Mən də sahəni taparam. Dedim ki, A üstəgəl B bölü 2. Oturacaqları yuxarı oturacaq 13 çıx 2h kök 3. Üstəgəl aşağı oturacaq 13 bölü 2 vurulsun hündürlük bərabərdir 12 köklü 3-ə. Və burada mənim əlimdə artıq nə var? Buradan h-ı tapmalıyam. Baxıram nəyə?
13, 13, 26 çıx 2h kök 3 üstəcə böl 2 vur h bərabərdir 12 kök 3-ə. Hər tərəfi 2-yə bölsəm, yəni 2-ni ortaq çıxarıb bölsəm, 2 vur olsun 13 çıx h kök 3 bölü 2 vur h bərabərdir 12 kök 3-ə. Buradan 2-lər getdi, qaldı nə? 13 çıx h kök 3 vur h bərabərdir 12 kök 3-ə. Vurub atsam 13-ü h-a, 13h çıx h kök 3 h kvadratı kök 3 bərabərdir 12 kök 3-ü deməli, yazdım. Biraz sərgiyə salsaq, mənfi h kvadratı kök 3 üstə gəl 13h çıx 12 kök 3 bərabərdir 0. Buradan da neyniyərəm? Hər tərəfi, kök 3-ə vuraram ki, işim nisbətən rahatlaşsın. Düzdür, kök 3-ə bölsəm bəlkə daha rahat olar. Yıxaya kök 3-ə vurum. Hər tərəfi kök 3-ə, hətta necə? Birinci mənfiyə vuraq, sonra kök 3-ə vuraq. H kvadratı kök 3 çıx 13h üstə gəl 12 kök 3 bərabərdir 0. Ya da axırda vuraram, fərq eləmir. Burdan elə diskriminantla gedirəm. D bərabərdir B kvadratı mənfi 13-ün kvadratı 169 çıxılsın 4 vur. A-mız H-ın əmsalı nədir? Kvadratın əmsalı kök 3. Vurulsun S-miz 12 kök 3 bərabərdir 169 çıxılsın. Deməli 4 vur 12 48. O da 3-ə vuranda 48-i də 3-ə vuranda eləyər 144. Yəni diskriminant elədi 25. H1 bərabərdir. Ortadakının əksi 13 çıxılsın. Diskriminant, kök altında diskriminant bölünsün 2 vur A. Yəni A-mız nə idi? Kök 3. 13 çıx 8, 13 çıx 5 bölünsün 2 kök 3. 8 böl 2 kök 3. Bunlar da getdi, qaldı 4 böl kök 3. O biri kökünü də tapıram. H2 də bərabərdir. 13 üstə gəl 5 böl 2 kök 3. Yəni 18 böl 2 kök 3. Yəni 9 böl kök 3. Bunları tapdım. Mən indi qayıdıram şəklimə. Köklərim 4 böl kök 3-dən 9 böl kök 3 tapmışam. Oturacağım budur da. Məndən nə istəyir? Kiçik oturacaq. 13 böl 2h kök 3 istəyir. Mən indi bura yazıram. Məndən nə istədi? 13 çıx böl yox, bağışlayın. 13 çıx 2h kök 3 idi mənim kiçik oturacağım. Bu da bərabərdir. Deyəm bir dəfə h1 ilə yoxlayaq, bir dəfə h2 ilə. Elə h2-ni qoyuram yerinə. 13 çıxılsın, 2 vurulsun. H-ım 9 böl kök 3 vur kök 3. Kök 3-lər gedər. 13 çıx 18 mənfi 5. Tərəf mənfi olmaz deyə bunu götürənmərəm. Keçirəm nəyə? 13 çıx 2 vur h. Bir dəfə də 4 böl kök 3-ü qoyuram h-ın yerinə. 4 böl kök 3 vur kök 3. Kök 3-lər gedər. 13 çıx 8 5 eləyər. Bizdən kiçik oturacaq istirdi. Elədi kiçik oturacaq 5. Bu formada tapdım. Bunun nisbətən qısa hesablamasını da qoy yazım siz üçün qalmasın. Mənə görə bu tipli suallarda biraz qısa yazmaq üçün nə etmək olar? Aşağıdan onu da yazıram. Baxın, burada özümüzsün. Özümüzsün. Bu 13 qalsın yerində. Bunlar da qalsın. Bunları silirəm. Bu qalsın. Bunu da silirəm. 2h, h kök 3 də getdi. Əslində daha rahat necə olardı? Sahə 12 kök 3-dür, düzdürmü? Buna görə mən nə edərdim əslində? Bura bir x deyərəm, bura bir x deyərəm. Bura nə oldu? 13 çıx x. 13 çıx 2x. Onda burada nə oldu? 13 çıx 2x. 60-ın qabağı x-dirsə, 30-un qabağı nə olardı? Bir dənə bunu düşünməliyik. Bunu da nə olurdu? X böl kök 3. Əgər belə yazsaydıq, daha rahat tənlik həll olunardı. S bərabərdir. A üstə gəl B. 13 çıx 2x üstə gəl 13 böl 2. Vurulsun hündürlük bərabərdir. 12 kök 3-ə. Buradan bir dənə fikir verin. 13 üstə gəl 13. 26 çıx 2x böl 2 bərabərdir. Daha doğrusu vurulsun x böl kök 3. Bu kök 3 axırda vuraram hər tərəfi 12 kök 3-ə. Hər tərəfi 2-yə böləndə 13 çıx x vurulsun x böl kök 3. 12 kök 3. Kök 3-ü sağa atıb vursam bu tərəfi kök 3-ə olar 13 çıx x vur x bərabərdir. Bunu da vuranda 36 edir. Bu daha rahat tənliyə oxşayır. 13x çıx x-in kvadratı bərabərdir 36. Mənfi x kvadratı üstə 13x çıx 36 bərabər 0. Mənfi 1-ə vurub vietlə də bunu həll etmək olar. Çıx 13x üstə 36 bərabər 0.
Tənlimin kökləri x1 bərabərdir 9, x2 bərabərdir 4. Yenə gedirəm nəyə? Məndə kiçik oturacaq istəyir. Kiçik oturacaq nə idi? 13 sıx 2x. 13 sıx 2x. Burada da bir dəfə 9 qoyuram. 13 sıx 2 vur 9 bizə -5 verir. Bu olmaz. 13 sıx 2 vur 4. Bu da eləyər 13 sıx 8, 5 eləyər. Tapdıq cavab 5. Hə, burada niyə bu üsulu da izah elədim? Bəzən, birinci bu üsulu izah eləmədim. Uşaqlar deyir ki, ay müəllim, bizim hardan ağlımıza gəlsin ki, hündürüyə x böl kök 3 demək. Yəni, əgər ağlınıza gəlsə bu üsuldan yaza bilərsiniz. Yəni, 12 kök 3 var axı. Mən elə hasil vurğa bir kök 3 qoyaram, nəinki cəm olan hissəyə. Amma fikir versəz hər iki formada cavab çıxır. Əsas ən azından bir yolu ilə həllinə girişib yazmaqdır. 16-dan sonra baxaq 17-yə. Oturacağı 2,8 ona endirilmiş hündürlüyü 2, hündürlüyü burada səhv yazıb amma olsun. 2,2 sm olan üçbucağın sahəsini tapın. Getdik. S bərabərdir 2də 1 A vur H A. 2də 1 tərəf 2,8, hündürlüyü 2,2. Mən bununla bunu ixtisar aparacağam. 1,1. Bunu da 28 böl 10 vurulsun 11 böl 10 yazacağam. Bərabərdir. Məxrəc 100. 28-i 11-ə 11-ə vuranda neçə eləyir? Bu formada 8, 0, 308. 308 böl 100, yəni 3,8 A variantı. 18-ci sual. ABC üçbucağında C bucağı 90 dərəcə, AB 13, üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu 2 olarsa, üçbucağın sahəsini tapın. Tapaq. Necə taparıq? Bir düzbucaqlı üçbucağımızı çəkək. Demək, düzbucaqlı üçbucaq istədim axı. Düzbucaqlı üçbucağımızı çəkək. Bura A, bura deyək A, bura deyək B, bura deyək C. C 90 dərəcə, bura 13-dür. Bura bir B yazıram, bura bir A yazıram. Baxan kimi ağlıma 5, 12, 13 gəlir. Nə yalan danışım, mən hipotenuzda 13-ü görəndə başqa şey heç fikirləşmək istəmirəm. Amma bunun həllini yazacağam. Deyək çevrənin radiusu 2-dir. R bərabərdir 2. Düstur nə idi? A üstəgəl B çıx C böl 2 bərabərdir 2-yə. A üstəgəl B. Məxrəcdən bir atıb zarpaz eləyirəm. A üstəgəl B. Hipotenuzum 13-dür. Bərabərdir 2 vur 2 4-ə. A üstəgəl B də bərabərdir. 13-ü də sağa atsam 17. Hə, A üstəgəl B toplayanda neçədir? 17. Yenə 5, 12, 13. Yenə deyirəm 5, 12, 13 mən baxan kimi yapışdırardım. Amma burdan da yapışdıra bilərəm. Yenə sizə həllini yazıram. A kvadratı üstəgəl B kvadratı bərabərdir. Pifaqor teoreminə görə 13-ün kvadratı, yəni 164, 169. A kvadratı üstəgəl B kvadratının yerinə nə yazıram? A üstəgəl B-nin çöldən kvadratı çıx 2AB bərabərdir 13-ün kvadratına. Mən də belə edirəm. 2AB-ni atıram sağa. 13-ün kvadratını atıram sol tərəfə. A üstəgəl B kvadratı. 17-nin kvadratı. Çıx 13-ün kvadratı. Bərabərdir 2AB-yə. 17 çıx 13. Burada da heç əziyyət çəkmirəm. 17 vur 10. 17 üstəgəl 13. Bərabər 2AB-yə. 2AB bərabərdir. Bunların 17 çıx 13. 17 üstəgəl 13. 4 vurulsun 30. Elədir 120. AB neçədir? 60. S də bərabərdir A vur B böl 2. Yəni 60 böl 2, 30. Elə ən başda 5, 12, 13 yazsaydıq, 5 vur 12 böl 5, 12, 13 yazsaydıq, 5 vur 12 böl 2 elə 30 eləyərdi. B variantı. Yəni burada çalışın ki, bacardığınız qədər sürətli olasınız. Çünki sual çox, vaxt az. Həm də belə məsələn bu sualı tutaq ki, yadınıza gəlirsə Pifaqor ədədləridir. Yapışdırın, yapışdırandan sonra başlayın yoxlamağa. Görün tutur ya yox. Baxaq 19-cu suala. 19-da deyir ABCD bərabər yan trapesiyasının daxilinə mərkəzi O nöqtəsində olan çevrə seçilmişdir. ABCD-nin sahəsi 80 olarsa, AOB-nin sahəsini tapın. Getdik. Deməli, ABCD trapesiyasının mərkəzi O nöqtəsidir. Çevrənin mərkəzi O nöqtəsidir. Bizdən ABCD-nin sahəsini 80 verib. ABCD-nin sahəsi nədir? A üstəgəl B böl 2 vur H bərabərdir neçəyə? Bərabərdir 80-ə. Bizdən AOB-nin sahəsini istəyir. Getdik, yəni bunun. Mən də bunun sahəsini tapmaq üçün neyniyərəm? Bunun sahəsini tapmaq üçün bir dənə radius çəkirəm. Oldu bu nə? R. Biz də bilirik trapesiyanın daxilinə çəkilmiş çevrənin radiusu nəyə bərabərdir? R bərabərdir H böl 2. Bir də bizə nə lazımdır? Bu tərəf. Bu tərəfə bir x desəm, qabağı da olacaq x. Bura A-dır, bura olsun B.
Onda x-i də tapaq. X üstəgəl x bərabər, daxilində çevrə varsa qarşı tərəflərin cəmi bərabərdir. 2x bərabər a plus b, x də bərabərdir a plus b böl 2. X-i tapdıq a üstəgəl b böl 2. İndi S-ə gedək. S bərabərdir sahəm. Üçbucağın sahəsi 2də 1 vurulsun. A deməli x vurulsun radius. Yəni hündürlüyümüz olacaq nə? Radius. Buradan da 2də 1 x-in yerinə a üstəgəl b böl 2, r-in də yerinə h böl 2 yazıram. İndi a üstəgəl b a üstəgəl b böl 2 vur h neçədir? 80. Mən də heç burada əziyyət çəkmirəm. 2də 1-i 2də 1-ə vuranda 4də 1-i çıxarıram qırağa. 4də 1 vurulsun a üstəgəl b böl 2. Bax, bu 2 ilə bu 2-ni yığdım. Elədir 4də 1. A üstəgəl b böl 2 vur h. Qabağında da 4də 1. A üstəgəl b böl 2 vur h bizə nə verirdi? 80. 4də 1 də vuraram 80-ə, eləyər 20. Hə, bu sualda bir balaca boşluq var. Əslində, məsələn, AD BC-yə paralel olduğunu deməli idi. Bu şərt verilməlidir bu sualda. Amma verilməyib deyə də belə, yəni həlli var deyə bu formada yazdım. Yoxsa normalda bura B yazsaz, cavab çıxmaz. Baxaq 19-dan sonra 20-ci sual. Oturacaqlara 18 və 26 sahəsi 220 olan trapesiyanın hündürlüyünü tapın. 20 də çox bəsit sual. Çox bəsit sualdır. S bərabərdir A üstəgəl B böl 2 vur H bərabərdir 220-yə. 18 üstəgəl 26 böl 2 vurulsun H bərabər 220-yə. 18 üstəgəl 26 44 böl 2 22 H 220-dirsə H da 10-dur. E variantı. Baxaq növbəti sualımıza 21-ə. Oturacaqları 12-18 diaqonalı isə qarşılıqlı perpendikulyar olan bərabər yanlı trapesiyanın sahəsini tapın. Bu da oxşarın bayaq yazmışdıq əslində. Neyniyərik? Deməli, birinci trapesiyamızı çəkək. Oturacaqları neçədir? 12 və 21-ci sual. Mənim trapesiyam. Diaqonalları da çəkirəm. Diaqonallar da nədir? Perpendikulyar. Perpendikulyar. Oturacaqlar 12-dir və 18-dir. Sahəni istəyir. Getdik. S bərabərdir. A üstəgəl B böl 2 vur H. H taparam. Necə taparam? Baxın, diaqonallar, yəni bunlar bərabər olacaq bu parçaları. Mən buradan bir hündürlüyün bir parçasını çəksəm, onlar nə? Hündürlük, median, tənbilin bərabər yanı 3 bucaq oldu axı. Onda bu düz bucaq təpəsindən çəkilmiş median hündürlüyünün hipotenuzun yarısı olacaq. Yəni bu oturacağın yarısı olacaq hündürlük. Hündürlük median üst-üstə düşür deyə düz bucağın qarşısındakı tərəfin, yəni hipotenuzun yarısı oldu. 18-in yarısı 9. Eyni qayda ilə burada da düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısı olacaq. 12-in yarısı 6. Deməli, H bütöv neçədir? 15 yazıram. 12 üstəgəl 18 böl 2 vurulsun H. 15 12 üstəgəl 18 30 böl 2 15 15-i də 15-ə vuranda elədi 225. Cavab A variantı. Baxaq 22-ci suala. 22-də deyir ABCD dördbucaqlısında AC diaqonalı DM parçası ilə M nöqtəsində kəsişir. DM BC-yə paralel. DM, yəni bu xəttlərimiz paralel. Paraleldirsə, paralellik şərtindən istifadə edəcəyik. Yəqin ki, oxşarlıq olacaq. NM-in MD-yə nisbəti 1/4. NM-ə X desəm, MD olacaq 4X. AMN-in sahəsi bunun SAMN qıraqdan yazıram 1-dir. Və DMC, SDMC buranın sahəsi bərabərdir 8 olarsa, bizə deyir ki, SABC-ni tapın. Getdik. Mən burada nə görürəm? Buranın sahəsi 1-dirsə, onda buranın sahəsi. Demişdik ki, təpədən çəkilmiş bu düz xətt. Tərəfi üçbucaqda. Düz xətt tərəfi hansı nisbətdə bölürsə, sahəni də həmin nisbətdə bölür. Bura x-dir, bura 4x-dir, bura s-dirsə, burada olar 4s, yəni 4 vur 1, 4. Onda bu s-i hələlik buradan silirəm. Eyni qayda ilə bu fiqura baxacağam. Baxın, burada da eyni qaydanı tətbiq edərəm. Sahələr nisbəti neçədir? Sahələr nisbəti
Baxın, bura 4-dür, bura 8. Qoy qələm götürüm. Bura 4-dür, bura 8. Onda mən bu tərəfə y yazsam, bu birisi tərəf, çünki bu D təpəsindən çəkilmiş düz xətt M nöqtəsində tərəf hansı nisbətdə bölürsə, sahə də həmin nisbətdə bölünür. Sahə 4, 8. Yəni bir tərəf o birisindən 2 dəfə böyükdürsə, onda bu tərəfə y desəm, burada olar 2y. Və artıq sağ tərəfə baxmıram. Sadəcə bu fiqura baxacağam. ABC və ANM. Mən getdik, bura bir alfa desəm, bura alfadırsa, paralel köçürülməyə görə burada alfa olacaq. Artıq bu üçbucağı xəttləri silirəm, burada alfa olacaq ya da belə gedərək, bu z-ə görə bura alfa olar, alfanın qabaqda alfa olar. Alfa, bura yazıram bir beta, alfa, beta, bura qamma. Alfa, beta, burada nə olacaq? Qamma. Və mən burdan məndən ABC-nin sahəsini istəyirdi. Bu kiçiyin sahəsi 1-dir. Və, nə görürəm? Qammanın qabağı. Deməli, kiçikdə qammanın qabağı y-dir. Kiçikdə qammanın, mən k-nı tapıram birinci. Kiçikdə qammanın qabağı y, böyükdə bütöv bu üçbucaqda qammanın qabağı isə nə qədərdir? Y 2y. 3y oldu, k 3-də 1. İndi yazıram. S, A, M, N bölünsün S, A, B, S bərabərdir k kvadratı. AMN-nin sahəsi 1-dir, ABC-yə S deyirəm, bərabərdir k kvadratı, yəni 3-də 1-in kvadratı 9-da 1. Çarpaz eləsək S də olar 9. Bizdən də həmin bu ABC-nin sahəsi 9-u istəyirdi. Maraqlı sualdır. 2 iyun 2024-də düşmüş ətraflı suallardan idi. 9 ballıq suallardan idi. 23-cü sualda nə deyir? Deyir, düzbucaqlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyardır. Oturacaqları 12 və 3-dür. Trapesiyanın sahəsini tapın. Buna oxşarın yazdıq. 23 düzbucaqlı trapesiyanın diaqonalı. Amma burada düzbucaqlı trapesiyadır. Burada diqqətli olaq. Deməli, diaqonallar qarşılıqlı perpendikulyardırsa, bunun da bir düsturu var idi. Bura mənim h-ımdır. Oturacaqlar 3-dür, 12-dir. Əgər düzbucaqlı trapesiyada diaqonallar perpendikulyar olardısa, düstur nə idi? H kvadratı mn. Onda yazıram h-ın kvadratı m vur n. H-ın kvadratı, yəni hündürlüyün kvadratı oturacaqların hasili. H-ın kvadratı 36, h da bərabərdir 6. S də bərabərdir A üstəgəl B böl 2 vur H. A üstəgəl B 3 üstəgəl 12 böl 2 vur hündürlük. 3 üstəgəl 12, 15 böl 2 vur hündürlük 6. Buradan da 6 ilə 2 gedər, 3 qalar. 15-i 3-ə vursaq eləyər 45. B variantı. Baxaq növbəti 24-cü sualımıza. ABCD trapesiyasında AC diaqonalı BAD-nin tənböləni, BAD-nin tənbölənidirsə alfa, alfa olaraq böləcək. AB 8, ABC-nin bütöv fiqura, yəni paraleloqrama sahəsi nisbəti 2/5 olarsa AD-ni tapın. Gəlin belə eləyək. SABC-yə 2S deyirəm. SABCD-yə isə 3S deyirəm. Bağışlayın, 5S deyirəm. 5-də axı. 5S. Hə, bu 3S nədir? Bütöv fiqur nə qədərdir? 5S. Bütöv paraleloqram 5S-dir axı. Bura 2S-dirsə, 5S-dən də 2S çıxsam, bura nə qalar? 3S. Buradan da AC bir diaqonaldır. Buna bir D dedim. Aşağısındakı fiqur AD-yə də nə deyək? Biz onsuz AD-ni soruşur deyə buna da 1x deyək. Getdik. Neyniyərəm? Sahə düsturum. 2S bərabərdir. 8 vur, D vur, sinüs alfa. Niyə belə yazdım? S bərabər AB sinüs alfa. AB sinüs alfa. Prosto S-in yerində 2S yanır. Gedirəm indi nəyə? 2S 8D sinüs alfası S nəyə bərabərdir? 4 vur, D vur, sinüs alfa. Gedirəm bura. Burada isə D, X, alfa. Yəni 3S bərabərdir. D vur, X vur, sinüs alfaya. 3S-in yerinə S-i də tapmışam axı. 3S-in də yerinə yazıram. 3 vur, D vur, 3 vur. S-in yerinə yazıram 4D sinüs alfa. 4D vur sinüs alfa. Bərabərdir D vur, X vur, sinüs alfa. Sinüs alfalar getdi, D-lər getdi. Bir dənə burada X qaldı. X bərabərdir 12. Cavab 12. Maraqlı sual idi. Radiusu kökdə 2 sm olan çevrə daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Radiusu kökdə 2-dir. Kvadratın çevrə daxilinə çəkilmiş kvadrat. Deməli, çevrənin daxilində nə olacaq? Bir kvadrat.
Onda burada düstur nədir? Böyük R bərabərdir D böl 2. Yəni A köşdə 2 böl 2 bərabərdir köşdə 2-yə. Radius köşdə 2-dir axı. Buradan məxrəcdən bir atıb çarpaz eləsəm A köşdə 2 bərabərdir 2 köşdə 2-yə. Köşdə 2-lər 7, A bərabər 2, tərəf 2-dirsə sahəsi 4. Y variantı. Baxaq 26-cı suala. Paralelogramın hündürlükləri 6 köşdə 3 və 8 sm. Onların arasındakı bucaq 60 dərəcə. Paralelogramın sahəsini tapın. Baxın, bu da təkrar sualdır. Eee, amma bunun fərqi perimetr olan tipi 4 bucaqlılarda izah eləmişdim. 26-da neyniyərəm? Yenə bir paralelogramımı çəkirəm. Paralelogramım. Deyir ki, hündürlükləri bir hündürlüyünü çəkim. Bura 6 köşdə 3. O birisi hündürlüyüm 8. Arasındakı bucaq 60 dərəcə, bura 90 dərəcə, bura 90 dərəcə. 160-dan 2 90 çıxanda 180, 180-dən də 60 çıxanda bura qalır 120. Bura 120-dirsə avtomatik bura da neçə eləyər? Burada eləyər 60 dərəcə. 60-ın qabağı 6 köşdə 3-dürsə, 90-ın qabağı olar nə? 12. Nəyin qarşısı? Daha doğrusu, nəyin yarısının köşdə 3-ü 6 köşdə 3 verir? 12-nin. Burada 30-dur, bizə bu lazım deyil. Bura 12 olduğunu tapdıqsa, keçirəm bura, burada yazıram 12. S bərabərdir A vur HA. Tərəf 12-dir, 12-yə çəkilmiş hündürlük də 8-dir. 12 vur 8, 96. Cavab C variantı. Sahə mövzusundan son illərin qəbullarına düşmüş suallarından da bu qədər. Ola bilər hər hansısa bir sual, məsələn, biraz qısa, biraz uzun izah eləyim, amma ümumi olaraq fikir versəz, əsas məsələ nədir? Suallar çoxu eyni qaydalar ətrafında fırlanır, yəni təkrar suallar olur deyə mütləq bu sualları diqqətlə işləyin. Problem deyil, hər hansısa birində, hər hansısa hissə aydın olmasa, nömrəm də burada qeyd olunub. Bu nömrəyə yaza bilərsiniz, lazım olarsa səsli izah da verə bilərəm. İmtahanda hamınıza uğurlar, sağ olun, salamat qalın. Videonu bəyənib kanala abunə olmağı unutmayın.